Tufandağ qış-yay turizm kompleksi xüsusi qonaqları qəbul edib şəhid övladlarını. Yaşad fondu onlar üçün növbəti qış düşərgəsi təşkil edib. Müxtəlif bölgələrdən gələn uşaqlar burada qış idman növləri ilə məşğul olur. Maarifləndirici və əyləncəli tədbirlərdə iştirak edirlər. Yaşad fondu tərəfindən keçirilən layihələrin biri də Qəbələdə Xizəng düşərgəsində burada uşaqların qış olimpiya idman növlərinə həvəs oyatmaqdır. Gördüyünüz kimi artıq 2 gündür uşaqlar 4 kilometr məsafəni xizəklə qət edirlər. Qış düşərgəsi şəhid övladlarının həm istirahəti, həm də sosial inkişafı üçün nəzərdə tutulub. Uşaqlar burada yeni dostlar qazanır və unudulmaz anlar yaşayırlar. 4 kilometr, 8 kilometr dağa qalxırıq. Çox maraqlıdır. Müəllimlərin sağ olsun öyrədirlər. Çox yaxşı müəllimdilər. Yaxşı keçir. Biraz qorxulu, çətindir, amma maraqlıdır. Belə çox da yaxşı sürə bilmirəm, amma çalışıram sürüm. Qış idman növlərindən birisi olan xizəyi dəniyirik, yəni öyrənirik. Burada professional müəllimlərimizin sayəsində çətin olsa da sürməyi öyrənmişik. Yaşad fondu şəhid ailələrinin rifahını yaxşılaşdırılması, qazilərin müalicəsinin təşkili və onların sosial problemlərinin həlli üçün müxtəlif layihələr həyata keçirir. Şəhid övladları üçün təşkil olunan düşərgələr isə fondun sosial layihələri arasında xüsusi yer tutur. Yaşad fondu ümumilikdə bugünə qədər 65-dən çox layihə icra edib ki, bu layihələrdə ümumilikdə 30 minə yaxın şəxs iştirak edib. Bu il isə 2026-cı ilin əvvəlləri olmağına baxmayaraq, Yaşad fondu sayca 5-ci layihəsini həyata keçirdir. İlin növbəti layihələri isə zamanında tədbirlər planına uyğun olaraq öz vaxtında zamanında tərəfimizdən həyata keçiriləcək. Düşərgədə psixoloqlar və mütəxəssislər də uşaqlarla müxtəlif inkişaf proqramları həyata keçirirlər. Əli Səmədov, İbrahim Mustafayev, Günel Habil qızı, ASTV Xəbər.